Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Deməli, həmcins üzvlər haqqında indi danışacağım sizə. Nədir həmcins üzvlər? Cümlədə eyni üzvlə əlaqələnən, elə qaydasına bir dənə fikir verin. Cümlədə eyni üzvlə əlaqələnən, eyni cümlə üzvü olan, eyni suala cavab verən və bərabər hüquqlu üzvlərdir. Və bu həmcins üzvlər tabesli bağlayıcıları və sadalanma intonasiyasına əlaqələnir. Məsələn, qoca hər gün dağlara gedir, xeyli çiçək gətirir, xəstəni müalicə edir cümləsində gedir, gətirir, müalicə edir. Xəbərlərin hamısı qoca mübtədasına tabedir. Eyni üzvlə əlaqələnir, eyni üzvlə əlaqələnir, eyni suala cavab verir, eyni cümlə üzvü, yəni xəbərdir. Yəni tabesli əlaqəsi ilə bağlı. Deməli, həmcins xəbərlərdir. Bütün cümlə üzvləri yadımızda olsun, həmcins ola bilər. Yəni mübtədanın da həmcinsliyi var. Məsələn, Lalənin qucağı, saçları güllərlə dolu idi və s. Xəbərim var, oxuyurdular, qarşılaşırdılar. Tamamlığım var dünyanın vəfasına, sarayların səfasına. Təyinin də var, bu gənc və güclü bir həyatın səsi. Təyinin də var. Ondan sonra zərfliyin də var və s. Yəni, biz həmcins üzvlərdən danışanda bütün cümlə üzvlərinin həmcinsliyi qaydasına rast gələ bilərik. Bəs həmcinslərdə, həmcins üzvlərdə, yəni bu qayda ilə bağlıdır da, ümumiləşdirici söz deyilən anlayış var. Nə deməkdir bu? Yəni, həmcinsi biz bildik nə oldu artıq. Amma ümumiləşdirici söz nə olur? Həmcinsdən çıxış edirik. Ümumiləşdirici sözlər həmcins üzvlərin hamısına aid olub, onların mənasını neyinir bizim üçün? Ümumiləşdirir. Yəni, bu ümumiləşdirən söz və yaxud söz birləşməsidir. Məsələn, anar hər yeri, parkı, meşəni, dərələri gəzmişdi cümləsində hər yeri həmcins tamamlıqları ümumiləşdirib. Ümumiləşdirici sözlər həm əvvəldə ola bilər, həm də sonra. Biz bayaq əlavədən danışdıq sizinlə. Yəni, bayaq deyəndə keçən dərs əlavədən danışdıq və əlavədə biz gördük ki, bu özündən sonra. Amma bu deyir ki, həm həmcins üzvlərdə həm əvvəl, həm də sonra işlənə bilər. Məsələn, ümumiləşdirici sözlər həmcins üzvlərdən əvvəl işləndikdə, ümumiləşdirici sözdən sonra qoşa nöqtə qoyulur. Məsələn, hamı, bax gördünüz, hamı qoşa nöqtə, qohumlar, tanışlar, yaxınlar gəlmişdi. Ümumiləşdirici sözlər həmcins üzvlərdən əvvəl işləndikdə özündən sonra, yəni məsələn, bu fikir verin, yəni məsələn bağlayıcı işlənirsə, bağlayıcına əvvəl vergül, sonra isə qoşa nöqtə qoyulur. Vergül, sonra qoşa nöqtə. Bax, durğu işarələri dərsində bu sizə mütləq lazımdır. Ona görə diqqətli olun belə məqamlarda. Fikir verin, hamı, bax, ümumiləşdirici söz, yənini qoydu, qoşa nöqtəni qoyur, qohumlar, tanışlar, yaxınlar gəlmişdilər. Ümumiləşdirici sözlər həmcins üzvlərdən sonra işləndikdə ümumiləşdirici sözlərin əvvəl tire qoyulur. Qohumlar, tanışlar, yaxınlar, tire, hamı gəlmişdi. Bunun əlavədən fərqi bilirsiniz nədir? Əlavədə bir cümlə üzvüdür, amma bu isə həmcins üzvü bizim üçün ümumiləşdirir. Ümumiləşdirici sözlər həmcins üzvlərdən sonra işləndikdə ümumiləşdirici sözdən əvvəl ümumiləşdirmə məzmunu ara söz gələrsə, ara sözdən əvvəl tire, sonra isə vergül qoyulur. Bu da hansıdır? Bir sözlə sözü, ümumiyyətlə sözü daha çox tanışdır. Qohumlar, tanışlar, yaxınlar tireni qoydu. Bir sözlə vergül, deməli ondan əvvəl tire işarəsinin qoyulur. Həmin o ara söz yazılır və həmin ara sözdən sonra vergül işarəsi qoyulur. Məsələn, qohumlar, tanışlar, yaxınlar yenə də tire, ümumiyyətlə tireni qoyduq. Tireni qoyuruq burada. Deyirik ki, ümumiyyətlə hamı gəlmişdi. Bəzən, belə deyək də, bir cümlə daxilində ümumiləşdirici söz həm əvvəl, həm də sonra işlənə bilər. Bu zaman yuxarıdakı qaydalara müvafiq olaraq yenə tətbiq olunmalıdır. Məsələn, hamı, qoşa nöqtə, qohumlar, yaxınlar, qohumlar, tanışlar, yaxınlar, yenə də tire, onun əzizləri gəlmişdi. Görürsünüz, burada həm əvvəldə də ola bilər, həm də sonra ola bilər. Yəni, bu məqamlara ciddi yanaşmaq lazımdır. Bəs ixtisar hadisəsi nədir? Bəli, ixtisar hadisəsi var. Yəni, sonuncusu saxlanılmaqla həmcins üzvlərdə təkrar olunan bəzi şəkilçilər, bu hansıdır? Hal, cəm, mənsubiyyət, şəxs və ya xəbərli hissəciklərdə idiymiş isə qoşmalar üçün görə ötürü və s. ixtisar oluna bilər. Məsələn, kitab, dəftər, qələmi apardı. Sonuncuya baxırıq. Görürsünüz, bunlarda yoxdur, ixtisar olunub. Şəxs xəbərli, o çalışqan hazır cavabdır. Görürsünüz, burada var, burada yoxdur. Cəm şəkilçisi, müəllim, şagird, valideynlər də, larlər var, burada yoxdur. Mənsubiyyət, kitab, qələm, dəftəri, məndədir, dəftəri, qələmi, kitabı, burada yoxdur. Qoşmalar, bacarığına, ağlına, fərsinə görə
Görürsüz, bax burada yoxdur. Olmaq feili amansız bu qədər xütbə olmamalıdırlar. Fikir verirsiniz, olmaq sözünün ixtisar olunub burada. Zakir oxuyur, yazır və tətbiq edir idi. Görürsüz, burada idi də biz onu görməyəcəyik avtomatik olaraq. Və uzlaşması məlum məsələdir ki, şəxslərə görə uzlaşma biz bilirik ki, bu birinci şəxsin belə deyək də, şəxslərdə həmçinin birinci şəxsdə olarsa, xəbər birinci şəxsin cəmində olacaq. Yəni fikir ver, mən, sən bu cəm söhbətini deyir. Ondan sonra müxtəlif şəxslərdə olsa sən ki, sən və o, siz və o, siz və onlar, sən və onlar baxasınız olacaq. Üçüncü şəxsdə olanda isə artıq burada belə deyək də, insan anlayışı bildikdə xəbər cəmdə olur. Digər canlı varlıqlar bildik, xəbər həm tək də həm cəmdə ola bilər. Məsələn, müxtəlif quşlar, heyvanlar, amma dağlar, düzlər, yəni cansız olanda isə xəbər nədə olacaq? Təkdə olacaq. Gəlin bunun da bəzi qeydləri var, ona baxaq, görək bu qeydlərdə bizə dəqiq nə demək istəyir. Təyinlər həmcins olmaqla yanaşı qeyri-həmcins də ola bilər. Məsələn, qara çantalı müəllim cümləsində fikir verin, qara çantalı 2 dənə burada sifət gəlib və qara sözü də çantalı sözünü izah edir. Bunlar bir-birinin münasibəti qeyri-həmcins təyindir. Qeyri-həmcins təyinlə sadalama intonasiyasından deyilmir, aralarında yanaşma əlaqəsi olur və vergül işarəsinə rast gəlmirik. Həmcins üzvlər bir-birinə tabesizlik əlaqəsində aid olduqları üzvlər eyni tabelilik əlaqəsindədir. Həmcins üzvlərin sayı artdıqca tabellik əlaqəsində sayı artır. Məsələn, ana kitablarını gətirdi, dərslərini haz cümləsində gətirdi, hazırladı. Sözdə həmcins xəbərlərdir. Mübtədaya uzlaşma əlaqəsi ilə tabe edirlər. Öz aralarında isə tabesizlik əlaqəsi ilə bağlanıblar. İsmi birləşmənin əsas tərəfi sadalanarsa, həmin cümlə üzvü yaranır. Məsələn, Cəmilin dəftəri, kitabı məndədir cümlədə. Mübtəda həmcinsdir. Cəmilin dəftəri, kitabı məndədir. İsmi birləşmənin aslı tərəfi sadalanarsa, həmin cümlə üzvü yaranmaz. Məsələn, Cəmilin, Lalənin kitabları məndədir. Cümləsində həmcins cümlə üzvü yoxdur. Çünki bu Cəmilin kitabları birləşəcək orada. Ona görə deyir ki, aslı tərəfi, əsas tərəfi sadalanarsa, həmin cümlə üzvü yaranır, amma aslı tərəf sadalanarsa, cümlə üzvü yaranmır. Yəni həmcinslik. İfadəli, emosionallıq, məqsədli, işlən, təkrar sözlər və birləşmələr həmcins deyil. Aparın, aparın onun zindan, o təkrir kimi keçirir, uşaqlarını apara, epifora. Bunlar həmcins deyil. Deyil, yox sözləri həmcins xəbər mövqeyində çıxış edə bilər. Bu zaman baş verər ki, ikinci tərəfdəki cümlənin xəbərinin, belə deyək, deyil, yox sözləri yerində inkar işlədək. Məsələn, kitabları sənə deyil, yox, mənə alınıb cümləsində alınıb xəbərini deyil, yox yerində işlətsə, kitablar sənə alınmayıb, mənə alınıb kimi formalaşar. Həmcins üzvlər eyni suala cavab verməyə də bilər. Məsələn, biz də, buludlar da ağlayırdıq. Biz də, kim, nə, buludlar da fikir verirsiniz, eyni suala cavab verə bilmədi də. Bu çünki kim sualına, bu nə sualına cavab verdi. Yəni, yazsa ki, həmişə eyni suala cavab verir. Xeyr, həmcins üzvlərdə zaman, inkar, feilin şəkillərin şəkilçiləri, təsviflənməyən formaların şəkilçiləri, ixtisar, buna diqqət yetirmək lazımdır. Ondan sonra bəzən bir nümunəni həmcins, həm əlavəli cümlə üzvü, həm də həmcins üzvlər kimi düşünmək mümkündür. Belə məqamlarda kontekstə əsasən müəyyən olunur. Məsələn, sabah ayın 22-sində iclasda olacam cümləsində sabah və ayın 20 ifadəsini, yəni bağlayıcısını təsəvvür etsək, əlavə olacaq. Əgər bu ifadə həm də bağlayıcısını təsəvvür etsək, həmcinslik yaranacaq. Məsələn, dünən kitab, həmin dəftər evdə qalıb tipli cümlələrdə həmcins təyin işlənməyib. Çünki həmcins olmaq üçün təyinləyici sözlər eyni üzvə aid olmalı idi. Həmcins üzvlərin təyinləri müstəqil təyin kimi təhlil olunur. O əlavəyə aiddir ki, artıq onun əlavəsi eyni cür olur da, yəni eyni cür təhlil olunduğunu ayıra bilmirik. Bu qədər uşaqlar, növbəti dərsdə görüşmək ümidi ilə sağ olun, salamat qalın.